İzahlı test 93-cü hissə 5-ci sinif ingilis dili. 6-cı sual choose a correct word. Düzgün söz seçin. The skin of dolphins is. Delfinlərin dərisi. Smooth, hamardır. A bəndi doğru cavabdır. Delfinlərin dərisi hamardır. Intelligent, intellektual, ağıllı. Clever, ağıllı mənasını verir. Brave, cəsur mənasını verir. Bunlar düz gəlmir. Doğru cavab A bəndidir. 7-ci sual make up a sentence. Cümlə düzəldin. Baxaq burada. Dolphins ilə başlayır. Dolphins do not have hands or paws. Delfinlərin əlləri və pəncələri yoxdur. Dolphins do not 4, 1, 3, 2, 5. A bəndi doğru cavabdır. 8-ci sual choose a correct variant. Doğru variantı seçin. There are many wild animals in the forest. Meşədə çoxlu vəhşi heyvanlar var. Burada vəhşi heyvanlar cəmdədir. Deməli, zeriz olmaz, zera olacaq. Zera many. Deməli, 2 düzdür. Was işlənir. Keçmiş zamanda was were işlənir. To be fe'linin keçmiş zaman törəmələri. Was təkdə olanda olan işlənir. Were isə cəmdə olanda. Olacaq there were many wild animals in the forest. 2 ilə 4 doğru cavabdır. 9-cu sual complete the sentence. Cümləni tamamlayın. Eagles deməli qartallar. Qartallar are wild birds. Yırtıcı quşlardır, vəhşi quşlardır. Doğrudur, 1 doğrudur. 2 are domestic animals, ev heyvanlardır. 2 səhvdir. 3 are not strong, güclü deyirlər. 3 də səhvdir. 4 live in the mountains, dağlarda yaşayırlar. 4 doğrudur. 1 ilə 4 doğru cavabdır. 10-cu sual match the parts of the sentence. Cümlənin tərəflərini seçin. Dolphins eat, delfinlər yeyirlər. Nə yeyirlər? Fish, balıq yeyirlər. Doğrudur. 1B bəndi. Horses sleep in. Atlar yatırlar harda? Stables, tövlədə. 2 C bəndi. Atlar tövlədə yatırlar. 3də whales live in. Balinalar yaşayırlar harda? Water, in water. Balinalar suda yaşayırlar. 3də A bəndi.